Xorvatiya Respublikasının prezidenti rəsmi səfərlə Gürcüstandadır. Onu prezident sarayında Gürcüstan prezidenti Mikhail Qavalashvili qəbul edib. Qarşılama mərasimi keçirilib və liderlər arasında üzbəüz görüş baş tutub. Prezidentlər həmçinin birgə bəyanat yayıblar. Xorvatiya prezidenti Zoran Milanovićin sözlərinə görə bir çox Avropa ölkəsinin Gürcüstan münasibətdə nə mövqeyi, nə də aydın yanaşması var. O bildirib ki, Gürcüstan Moskva ilə diplomatik münasibətləri olmayan bir ölkədir. Buna baxmayaraq onu Rusiyanın agenti olmaqda ittiham edirlər. Bunu başa düşə bilmirəm və məhz buna görə şəxsən gəlib burada nələrin baş verdiyini görmək qərarına gəldim, deyə Milanović qeyd edib. Onun sözlərinə görə Gürcüstana səfəri həm də solidarlıq jestidir. Ətraflı məlumatı canlı yayımda bizə qoşulan Ana Brolacı çatdıracaq. Mesajlar nədən ibarətdir? Bugün Gürcüstan hökuməti dövlət universitetlərində tələbə qəbulu üzrə kvotaları təsdiqləyib. Kvotalar müstəqilliyin bərpasından sonra ilk dəfə olaraq əmək bazarı üzrə dərin təhlilə əsaslanır. Bu təhlil İqtisadiyyat Nazirliyi tərəfindən Təhsil Nazirliyi ilə birgə həyata keçirilib. Bu barədə Baş nazir İraqli Qobaxidze hökumətin iclasında bildirib. Onun sözlərinə görə kvotalar eyni zamanda ali təhsil islahatı konsepsiyasında nəzərdə tutulan bir şəhər, bir fakültə prinsipi əsasında müəyyənləşdirilir. Baş nazir vurğulayıb ki, bu islahat Gürcü gənclərinin Gürcüstanda müasir standartlara uyğun ali təhsil alması üçün zəruridir və hökumət bunu mütləq təmin edəcək. Onun sözlərinə görə qarşıdakı illərdə hökumətin fəaliyyəti məhz bu məqsədə təsir olunacaq. Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Give Mikanedzinin sözlərinə görə dövlət universitetlərində kvotalar ali təhsil islahatı konsepsiyasında nəzərdə tutulan bir şəhər, bir fakültə prinsipi ilə əsasında universitetlərin ənənəvi profili nəzərə alınmaqla bölüşdürüləcək. Nazirin qeyd etdiyinə görə Tbilisi Dövlət Universitetində qəbul dəqiq və təbiət elmləri, humanitar elmlər, pedaqogika istisna olmaqla hüquq, iqtisadiyyat və biznesin idarə olunması, həmçinin sosial və siyasi elmlər istiqamətləri üzrə elan ediləcək. Mövzu üzərində jurnalistimiz Tamuna Çikuladze çalışır və o hazırda canlı yayımda bizə qoşulur. Daha ətraflı Təhsil Nazirinin əsas mesajları nədən ibarətdir? Gürcüstan hökuməti parlamentə 6 ildən artıq istismar müddəti olan avtomobillərin idğaltının qadağan edilməsini nəzərdə tutan qanun layihəsi təqdim edib. Bu barədə Baş nazir İraqli Qobaxidze hökumətin iclasında bildirib. Baş nazirin sözlərinə görə bu təşəbbüs ekologiyanın qorunması, insanların sağlamlığı və vətəndaşların rahat hərəkətinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. Onun qeyd etdiyinə görə 2012-ci ildə ölkədə 864 min avtomobil qeydiyyatda idi. Hazırda isə bu göstərici 2 milyonu keçib. Baş nazir İraqli Qobaxidze hökumətin bugünkü iclasında bildirib ki, Eagle Hills layihəsi çərçivəsində ümumilikdə 257 mənzil satılıb. Onlardan 147-ni Gürcüstan vətəndaşları, 110-unu isə xaricilər, alıcılar əldə edib. Xarici alıcılar arasında Ərəb ölkələrinin vətəndaşları cəmi 8 mənzil alıblar. Baş nazirin sözlərinə görə, müxalifətin Eagle Hills layihəsində Gürcülərin mənzil ala bilməyəcəyi ilə bağlı iddiaları özünü doğrultmayıb. O, həmçinin mənzillərin qiymətinə diqqət çəkərək qeyd edib ki, müxalifətin elan etdiyinin əksinə olaraq layihədə başlanğıc qiymət olaraq 10 dəfə aşağıdır. Gürcüstan parlamentinin sədri Fransa prezidentinə Gürcüstan və Fransanın coğrafi mövqeyini və tarixini xatırladaraq ölkəmizdə sülh və sabitlik gətirən geosiyasi qərarlardan danışıb. Şalva Papaşvili sosial şəbəkədə yazıb ki, Fransanın ən şərq sərhədindən Rusiyanın ən qərb sərhədinədək məsafə 3500 kilometr, işğal xəttindən isə Gürcüstanın əsas nəqliyyat arteriyasına qədər cəmi 500 metrdir. Onun sözlərinə görə Gürcüstan hakimiyyəti öz xalqının həyatını qoruyub, çünki patriorizm yüksək səslə səsləndirilən şüarlarda deyil, dövlət məsuliyyətlərində ifadə olunur. Coğrafiyanı dəyişmək mümkün deyil, tarixi isə silə bilməzsən. Bu həqiqətlə üzləşən müharibəyə yox, ölkənin qorunmasına xidmət edir. Gürcüstan məhz bu seçimi etdi, deyə parlament sədri yazıb. Gürcüstanda baş verən proseslərlə bağlı Helsinki komissiyasında dinləmələr keçirilib. Dinləmələrdə 3 ekspert iştirak edib. McCain İnstitutunun Qlobal Demokratiya Proqramları üzrə direktoru Laura Thornton, George Mason, universitetin tədqiqatçısı Olesya Vartanyan və Beynəlxalq Konstantin şirkətinin icraçı direktoru Claire Kaiser. Laura Thornton bildirib ki, Gürcüstanda demokratik geriləmə 2015-ci ildən başlayıb. Onun sözlərinə görə Bidina İvanishvili heç vaxt demokratik dəyərlərə sadiq olmayıb
olmayıb və daima Rusiya ilə əlaqəli olub. Ekspertin iddiasına əsasən hazırda Gürcüstanda 121 siyasi məhbus var. Onların arasında müxalifət nümayəndələri və jurnalistlər də yer alır. Laura Thornton Helsinki komissiyasında yeni qanunverici təşəbbüsləri barədə də danışıb. Dinləmələr siyasi spektrdə müxtəlif cür qiymətləndirilib. ATƏT-in məlumatına görə Gürcüstanla bağlı Moskva mexanizmi üzrə ekspert missiyası bugündən fəaliyyətə başlayır. ATƏT-in rəsmi saytında yayımlanan bəyanatda müvafiq elektron ünvan da göstərilib və istənilən uyğun məlumatın təqdim oluna biləcəyi bildirilib. Xatırladaq ki, Gürcüstanla bağlı Moskva mexanizmi ATƏT-in üzv 24 ölkə tərəfindən 29 yanvar tarixində aktivləşdirilib və ekspert missiyasının yaradılması tələb olunub. Məsələ ilə bağlı Xarici İşlər Nazirinin müavini də münasibət bildirib. Tbilisi şəhər məhkəməsində 4 oktyabr tarixində Atoneli sarayı yaxınlığında baş vermiş və baş tutmayan çevriliş cəhdi ilə bağlı iş üzrə saxlanılan şəxslərin Pata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze, Pata Manqaladze, Laşa Beridze, İrakli Şayişmişvili və daha 5 nəfərin məhkəmə iclası keçirilib. Bugünkü prosesdə ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırılıb. İttiham tərəfinin şahidləri, o cümlədən bu iş üzrə zərər çəkmiş olan polis əməkdaşı dindirilib. Polis əməkdaşı ifadəsində bildirib ki, təqsirləndirilənlər arasında Quri Jvanyanı tanıyıb və onun sözlərinə görə Jvanya daha 15 nəfərlə birlikdə onu yerə yıxaraq döyüb. Müdafiə tərəfi isə zərər çəkmiş polis əməkdaşının verdiyi ifadələrin ardıcıl olmadığını bəyan edib. Məhkəmə iclasında həmçinin yazılı və video sübutları da araşdırılıb. 112 xidmətindən götürülmüş görüntülər nümayiş etdirilib və 4 oktyabrda Atoneli rezidansiyası yaxınlığında hadisələrin necə inkişaf etdiyi əks olunub. Xatırladaq ki, dövlət ittihamı saxlanılan şəxsləri strateji və xüsusi əhəmiyyətli obyektlərin ələ keçirilməsi və bloklanmasına cəhd, qrup halında zorakılığın təşkili və rəhbərliyi, eləcə də Gürcüstanın konstitusiyon quruluşunun zorakılıqla dəyişdirilməsinə və dövlət hakimiyyətinin devrilməsinə çağırılış maddələri ilə ittiham edir. Qeyd olunan ittihamlar 9 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Koalisiya dəyişikliyi üçün lideri Niqa Qvaramya azadlığa buraxılıb. Müxalifətçi siyasətçi Rustavi nömrə 12 cəza çəkmə müəssisəsini 8 aylıq həbsdən sonra tərk edib. Onu həbsxana qarşısında həmfikirləri və ailə üzvləri qarşılayıblar. Media açıqlamasında Qvaramya müxalifətin vahidliyinin vacibliyi haqqında danışıb. Xatırladaq ki, Niqa Qvaramya parlamentin müvəqqəti istintaq komissiyasına gəlmədiyi üçün 2025-ci il 1 iyul tarixindən etibarən 8 aylıq həbs cəzası almışdır. Ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə ittiham irəli sürülmüşdür. Bu maddə Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbinin yerinə yetirilməməsini nəzərdə tutur. Qvaramya əvvəlcə 30.000 lari məbləğində girovla məhkəmə nəzarətində verilmişdi. Lakin qanunla müəyyən edilmiş müddətində ödənişlə həyata keçirilmədiyi üçün müddətin bitməsindən sonra girov həbs cəzası ilə əvəz olunmuşdu. Müvəqqəti parlament komissiyası parlament sədri müraciət edərək qiymətlərlə bağlı beynəlxalq şirkətin dəvət olunmasını təklif edir. Komissiyanın sədri Şota Berqaşvili bildirib ki, bu mərhələdə yalnız qida məhsulları və gündəlik istehlak malları sektorunun araşdırılması nəzərdə tutulub. Onun sözlərinə görə beynəlxalq şirkətin seçilməsi üçün tender elan ediləcək. Müvəqqəti komissiya ilk iclasını dünən keçirib və ət məhsulları, süd və yumurta istehlakçıları ilə görüşüb. Bu həftə isə komissiya iclasında meyvə-tərəvəz və şirə istehlakçıları ilə görüşlər keçiriləcək. Hakim partiyada ümid edirlər ki, problemlər müəyyənləşdirildikdən sonra sektor təkmilləşəcək və istehlak məhsullarının qiymətləri azalacaq. Müxalifət isə Gürcü arzusunun siyasəti tənqid edir və bunu trialitasiyası addımı adlandırır. Daxili İşlər Naziri Gega Geladze Tbilisi Polis Departamentinin rəhbər şəxsləri ilə işgüzar görüş keçirib. Görüşdə nazir əməkdaşları departamentin yeni təyin olunmuş müavini Temuraz Kubadzeni təqdim edib və ona uğurlu fəaliyyət arzulayıb. Qeyd edək ki, Temuraz Kubadze əvvəlcə Daxili İşlər Nazirliyinin Mühafizə Polisi Departamentinin sədri vəzifəsində çalışıb. O bu vəzifəyə Georgi Aladaşvilinin yerinə təyin olunub.
Macarıstan baş nazirinin bəyanatından əvvəl Ukrayna prezidenti Vladimir Zelenski şərh verib. Onun sözlərinə görə Ukrayna 2027-ci ilə qədər Avropa İttifaqına üzvlüyə texniki baxımdan hazır olmaq üçün hər şeyi edəcək və ölkə ən azı əsaslı addımları yerinə yetirəcək. Prezident bildirib ki, ABŞ, Rusiya, Ukrayna və Avropanın imzalayacağı razılaşmada üzvlük tarixi qeyd olunmasa, Rusiya prosesi bloklamaq üçün hər şey edəcək. O əlavə edib ki, Rusiya öz əli ilə deyil, müəyyən Avropa nümayəndələri vasitəsilə həyata keçirəcək. Bizim Avropa İttifaqı konkretlik deməkdir. Çünki söhbət Ukraynanın təhlükəsizlik zəmanətlərindən gedir. Bu konkret detallar və konkret tarix deməkdir. Mənim 20 maddəlik müharibənin bitməsi planına imzam Ukraynalılara zəmanət verəcək ki, üzvlüyümüzün konkret tarixi müəyyən olunacaq deyə Zelenski sosial şəbəkədə yazıb. Gürcüstan nümayəndə heyəti Səhiyyə Nazirliyinin birinci müavini İrakli Səsiyanın rəhbərliyi ilə Cenevrədə səfərdədir. Nümayəndə heyəti burada iqtisadi, sosial və mədəni hüquqlar haqqında paktın icrası üzrə hesabatın müzakirəsində iştirak edir. Tədbir BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsinin 79-cu sessiyası çərçivəsində keçirilir. Müzakirələr zamanı Gürcüstan tərəfi komitə üzvlərinə ölkədə aparılan islahatlar, əldə olunmuş irəliləyişlər və mövcud çağırışlar barədə məlumat verib. Sessiya çərçivəsində İrakli Səsəniyə çıxış edib. Nazir müavini insan hüquqlarının qorunması sahəsində aparılan əhəmiyyətli islahatlara diqqət çəkib. Bunlara sosial müdafiə və əmək hüquqlarının gücləndirilməsi, ümumi dünya səhiyyə proqramının genişləndirilməsi və həssas qrupların dəstəklənməsi daxildir. O qeyd edib ki, ölkədə pensiya və sosial yardımların indeksləşdirilməsi, əmək inspeksiyasının gücləndirilməsi və iş yerlərində ölüm hadisələrinin əhəmiyyətli dərəcədə azaldılması həyata keçirilib. Həmçinin səhiyyə sahəsində aparılan islahatlara da diqqət yetirilib. Bunlara medikamentlərə, referent qiymətlərin tətbiqi, birinci səhiyyənin gücləndirilməsi və xroniki xəstəliklərin idarə olunmasının yaxşılaşdırılması daxildir. İrakli Səsəniyə bildirib ki, Gürcüstan BMT-nin insan hüquqları təşkilatları ilə aktiv əməkdaşlığa daha da davam etdirməyə hazırdır. Xorvatiyanın birinci xanımı və ictimai səhiyyə eksperti Sanjija Muzik Milanovic xəstəliklərinin qarşısının alınması və ictimai səhiyyə milli mərkəzində açıq dərs keçib. Mövzu müasir dövrdə sağlamlıq, birlikdə sağlam həyat tərzi üçün. Dərs zamanı o müasir dövrün sağlamlıq çağırışlarından xroniki xəstəliklərin qarşısının alınmasının əhəmiyyətindən, sağlam həyat tərzinin təşviqinin vacibliyindən və dövlət və cəmiyyətin birgə səylərinin ictimai sağlamlığın yaxşılaşdırılmasındakı rolundan danışıb. Tədbirdə Gürcüstan Səhiyyə Naziri, ölkənin birinci xanımı, həmçinin digər qonaqlar və sahə üzrə mütəxəssislər iştirak ediblər. Səfər çərçivəsində Xorvatiyanın birinci xanımı, Gürcüstanın birinci xanımı Tamar Bagratyoni, mərkəzin direktoru İrakli Purseladze və onun müavini Pata İmnadze ilə görüşüb. Tərəflər əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə ediblər.